أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Həqiqətən həmd Allaha məxsusdur. Ən gözəl salavat və salam onun Rasuluna, ailəsinə və sahabələrinə və onların yolu ilə gedənlərin üzərinə olsun. Keçən dərsimizdə fiqhi biz 4 mərhələyə ayırdıq. Birinci mərhələ olaraq təşri mərhələsi, qanun qoyma mərhələsi və bugünkü dərsimizin ünvanı təşri mərhələsi, qanun qoyma mərhələsidir. Birinci mərhələ dediyimiz kimi fiqhin birinci mərhələsi onun təşri mərhələsidir ki, bu mərhələ Peyğəmbər sallallahu aleyhi ve sellem göndərməsi ilə başlayır. Allah Resulü sallallahu aleyhi ve sellem Peyğəmbər olaraq gəldikdə ona vəhiylər nazil oldu və bu da Allah Azze ve Celle'nin hikmətindəndir. Allah məxluqatı yaratmışdır və beləcə onlara şəri hökmlər nazil etmişdir. Allahın insanları yaradıb, sonra onları başlı boşuna buraxması və heç bir sorğu hesabsız buraxması bu mümkün deyildir. Əks halda bu əbəs bir şey olardı. Allah Azze ve Celle də bundan münezzəhdir. Və kim də deyərsə ki, həqiqətən bizi Allah yaradıbdır, lakin bizə heç bir şey nazil etməyibdir, yəni heç bir şəriət nazil etməyibdir, bu kimsə Allah Azze ve Celle'ni yetərincə tanımamışdır. Allah Azze ve Celle Quran-Kərimdə deyir ki: وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ اِذْ قَالُوا مَا أَنْزَلَ اللّٰهُ عَلَى بَشَرٍ مِنْ شَيْءٍ. Allah insana heç bir şey nazil etməmişdir deyən kimsələrə gəlincə, onlar Allahı yetərincə qiymətləndirməmişlər. Həqiqətən bu əzəmətli bir şeydir. Necə olur Allah insanı yaratsın və ona bir şəriət nazil etməsin? Əsla bu belə deyildir. Və dediyimiz kimi, Peyğəmbər sallallahu aleyhi ve sellem dövründə təşri mərhələsi onun peyğəmbərlik olması ilə, göndərilməsi ilə başlamış və Allah Resulü sallallahu aleyhi ve sellemin vəfatı ilə başa çatmışdır. Çünki onun vəfatı ilə vəhiy tamamən kəsilmişdir. Bu mərhələ əsas mərhələyə iki dövrə bölünür. Birinci Məkkə dövrü, ikinci isə Mədinə dövrü. Cədvəldən də göründüyü kimi, birinci Məkkə dövründə təşri xüsusilə dinin əsaslarına, usulü dinə, yəni əqidə, tövhid məsələlərinə mərkəzləşmişdir, ona yönəlmişdir. Lakin bununla məhdud deyildir. Çünki bəzən elə hökmlər nazil olur ki, bu əməli tətbiqi bir hökmlər idi. Və onlardan, məsələn, cümhur aliminin rəyinə görə namaz İslamın əvvəllərində, Məkkə dövründə Peyğəmbər sallallahu aleyhi və səlləmin risalətinin ilk dövründə fərz edilmişdir. Və onun kimi üzərində Allah Azze ve Celle'nin adı zikr olunmayan heyvanların kəsildiyi zaman yeyilməsinin haram olması barəsində bu barədə də ayə nazil olmuşdur, hökm nazil olmuşdur. Və bu da onu göstərir ki, təşri mərhələsi Məkkə dövründə yalnız usulü dinlə, tövhid əqidə məsələsi ilə məhdudlaşmamışdır. Tətbiqi əməli hökm olaraq bəzi hökmlər nazil olmuşdur. İkinci isə Mədinə dövrüdür. Mədinə dövründə yenə usulü din davam edirdi. Çünki müsəlmanın həyatının istənilən mərhələsində usulü dinə, əqidə, tövhid məsələlərinə hər bir zaman ehtiyac vardır. Lakin şəriətin təfsilatlı əməli tətbiqi əhkamları məhz Mədinə dövrünə təsadüf edir. Mədinə dövründə və da Peyğəmbər sallallahu aleyhi ve sellem vəfatı ilə təşri mərhələsi Mədinə dövründə başa çatmışdır. Kim də istəsə ki, bu fiqhi əhkamların ardıcıllığını bilsin və onlara göz açsın və bu barədə məlumatını artırsın və məsələn, azan nə vaxt fərz qılınıb, oruc nə vaxt fərz qılınıb, daha sonra talaq, nikah, cihad və onun kimi ailə əhkamları, digər əhkamlar nə vaxtlar fərz qılınıb bu mövzuya baxmaq istəsə, Əl-Fikr-i Səmi fi Fiqh-il Tarix-il İslami adlı kitabın Əl-Sə'ləbi Əl-Həcəvi adlı müəllifin kitabına baxa bilər. Bu kitab həqiqətən məsələlərin formalaşmasında, xüsusilə toplanmasında, sistemləşdirməsində gözəl bir kitabdır. Lakin bəzi hadisələrin təhlili və ona verilən hökmlərlə bağlı müəyyən iradlar varid olmuşdur ki, bu da elm tələbəsinə gizli qalmaz. Cədvələ baxdığımız zaman bu mərhələdə təşri mənbələri əsasən Quran və sünnə idi. Bəs icma hardaydı, bəs qiyas hardaydı? Quran-Kərim və sünnədə hökmlər bəzən birbaşa nazil olurdu. Məsələn, faiz, oğrunun əlin kəsilməsi, bəzən isə verilən sualın əsnasında olaraq hökm nazil olurdu.
Bu da məsələn zihar hadisəsi. Yeri gəlmişkən zihar barəsində ayrıca bir qısa da olsa dərsimiz olacaqdır. Bu dərslə paralel. Və bəzən də səbəbə görə hökm nazil oldu. İfk hadisəsini misal vermək olar. Beləliklə, təşri mərhələsində əsas mənbə olaraq Quran və sünnə ilə məhdud idi. Bəs icma harda idi? Əgər Peyğəmbər sallallahu aleyhi ve sellem dövründə bir məsələ üzərində ittifaq olunursa və həmin ittifaq da Allah Resulü sallallahu aleyhi ve sellem təsdiq edirsə, artıq bu təsdiq olunmuş şey sünnəyə çevrilirdi. Çünki onun hüccət olması Peyğəmbər sallallahu aleyhi ve sellemin təsdiqindən irəli gəlirdi. Məhz buna görə usul alimləri icmanı belə tərif etmişdirlər ki, icma Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra bir dövrün alimlərinin bir şəri əhkam, hökm üzərində ittifaq etməsidir. Bəs qiyas harda idi? Usul alimləri ümumən Peyğəmbər sallallahu aleyhi ve sellemin hökm verərkən ictihad edib etməməsi barəsində ixtilaf etmişlər. Bir qrup alim demiş ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ictihad üzrə hökm verirdi. Bəziləri demişdir ki, ona gələn əsasən vəhiy əsasında hökm verirdi, öz ictihadı ilə hökm vermirdi. İki rəyi də götürsə, Peyğəmbər sallallahu aleyhi ve sellem verdiyi hökmlər nəticə etibarilə sünnəyə qayıdırdı və sünnə dəlilinə daxil olurdu. Cədvələ yenə fikir verdikdə təşri mərhələ ilə bağlı müəyyən xüsusiyyətləri zikr etmək istəyirəm. Bu, birinci xüsusiyyət odur ki, şəri hökmlərin qoyulması yalnız və yalnız bu mərhələ məxsusdur. Şəri hökmlərin qoyulması dedikdə, yalnız Peyğəmbər sallallahu aleyhi ve sellem həyatda olduğu dövrdə mövcud idi. Onun vəfatı ilə təşri tamamilə başa çatmışdı. Bəs Peyğəmbər sallallahu aleyhi ve sellem vəfatından sonra sahabilər ictihad edirlərmi, fətva verirlərmi, tabi'in nəsli ictihad edirmi? Əlbəttə var idi, lakin bunların heç biri təşri adlanmırdı. Məhz bunların bu əməli ictihad sayılırdı, ictihad deyilirdi. Elə buna görə də bu fəaliyyət fiqh adlanırdı. Sahabənin sonra burada sual çıxır ki, sahabənin sözü hüccət sayılırmı? Cumhurun rəyinə görə sahabənin sözü hüccət sayılırdı. Lakin bu o demək deyildi ki, sahabənin sözün hüccət sayılması o təşri sahibi idi. Təşri, qanun qoymaq sahabəyə aid deyildi. O yalnız və yalnız Allah və onun Rəsulunun haqqı idi. Sahabənin sözünün hüccət olmasının dəlili odur ki, sahabə ilkin olaraq vəhyin enməsinə şahidlik etmişdir. Quran sünnəni digərlərindən daha yaxşı anlamışdır və dilləri də saf ərəb dili idi. Və İmam Tilmisani rahiməhullah və digər alimlər ümumən dəlilləri cəm edərkən dəlilləri iki yerə bölmüşlər. Birinci, özü özlüyündə şəri hökmlər yaradan dəlillər, bura Quran və sünnə daxildir. Çünki istənilən şəri hökm Quran sünnəyə qayıdır, təsis edən də məhz budur. İkinci isə özündən başqa bir dəlilə əsaslanan dəlillər. Burada sahabənin sözü və icma daxildir. Hətta icma özü özlüyündə fikir versək, görürük ki, icma yəni yeni bir hökmü gətirmir. İcma əslində Allah Azze və Cəllənin indirdiyi bir hökmü ortaya çıxarır. Məsələn, bugünkü günümüzdə alimlər yığışıb desək ki, gəlin insanlara müəyyən məsələni asanlaşdıraq, çətinləşdirməyək babından olaraq deyək ki, məsələn, misal verirəm, bugünkü günümüzdə faiz insanların həyatına girib bir faizli, məsələn, ipotekanı caiz görək. Bu əsla mümkün deyil. Və yaxud, məsələn, deyək ki, alimlər toplanıb, deyirlər ki, bir məsələdə bu məsələni heç bir dəlil olmadan toplaşaq, hamımız deyək ki, məsələn, bu məsələ haramdır. Bu da əsla mümkün deyil, çünki biz bilirik ki, alimlər Allahın izni ilə Quran sünnəni ən gözəl anlayan, Allahdan ən çox qorxan məxluqdular və necə ki Allah Azze və Cəllə Quran-ı Kərimdə deyir ki, İnnəmə yaxşallaha min ibadihil uləmə, Allahdan məhz yetərincə ən çox qorxan alimlərdir. Və onların da, alimlərin də bir zəlalət üzrə, bir batil üzrə toplanması əsla mümkün deyildir. Çünki səhih sünnədə bundan onlar qorunmuşdur. Yəni, zəlalət üzrə toplanmasından qorunmuşdur. Allah Resulü sallallahu aleyhi ve sellem hədisdə deyir ki, İnnəlləhə lə yəcmə ümməti alə dalalətin. Allah Azze və Cəllə mənim ümmətimi heç vaxt zəlalət üzrə toplamaz. Onun kimi Allah Azze və Cəllə Quran-ı Kərimdə deyir ki, وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى
وَيَتَّبِعَ غَيْرَ سَب۪يلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمْ وَسَاءَتْ مَصِيرًا. Kim özünə doğru yol bəlli olduqdan sonra Rəsula qarşı çıxarsa və möminlərin yolundan başqa bir yola tabi olarsa, onu o yolda buraxırıq və beləcə cəhənnəm atırıq. Və Quran-Kərimdə, sünnədə icmaya aid dəlillər olduqda çoxdur. İkinci olaraq, bu ikinci xüsusiyyətlərdən biridir, təşri mərhələsinin ikinci xüsusiyyətlərdən biri olaraq bu dövrdə fiqhi ixtilaflar həddindən artıq az idi. Biz demirik fiqhi ixtilaflar yox idi, bəli var idi. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm həyatda olduğu dövrdə sahabələr bir hədisi müxtəlif cür anlamışdılar. Və buna misal olaraq Peyğəmbər sallallahu əleyhi və səlləm Xəndək döyüşündən qayıdarkən yenidən öz ordusunu hazırlayıb Bəni Qurayzanın üzərinə, Yahudi bir qəbilənin üzərinə əhdi pozduqları üçün getməsi hadisəsidir. Allah Resulü sallallahu əleyhi və səlləm sahabeləri toplayır, deyir ki: "La yusalliyenne ahadukumul asra illa fi Bəni Qurayza." Sizdən heç kim Bəni Qurayza qəbiləsinə çatmamış əsr namazını qılmasın. Və Bəni Qurayza qəbiləsinə çatana kimi əsr namazı çıxma ehtimalı var idi. Bir qrup sahabi qərara gəlirlər ki, yolda namazlarını qılsınlar və deyirlər ki, Allah Resulü sallallahu əleyhi və səlləm o sözü, yəni gecikməməyə, tələsməyə, ləngiməməyə dəlalət edir ki, biz də burada namazımızı ləngimədən qılıb Bəni Qurayzaya çataq. Və bunlar belə eləyirlər. Və bir qrup isə hətta gedir əsr namazı çıxsa belə Bəni Qurayzada namazlarını qılırlar. Sonradan bu məsələ Allah Resulü sallallahu əleyhi və səlləmə ərz olunur və onların heç birini qınamır. Amma ləhviz bir idi. La yusalliyenne ahadukumul asra illa fi Bəni Qurayza. Sizdən heç biriniz Bəni Qurayzaya çatmadan əsr namazını qılmasın. Ləhviz eyni olsa da müxtəlif cür anlaşılmışdı. Lakin bunların heç biri qınanılmadı. Məhz fiqhi məktəblər də bunu deyir. Və bilmək lazımdır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə sahabilərin bir çoxu dəvətçi olaraq göndərilmişdi. Allah Resulü sallallahu əleyhi və səlləm Muazı qazi olaraq, dəvətçi olaraq Yəmənə göndərmişdi. Hətta bu zikr edəcəyim sənəddə zəiflik olsa da, müəyyən sözlər olsa da bunu zikr edəcəm. Və Muazza Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, ey Muaz, nə ilə hökm verəsən Yəmənə göndərərkən? Deyir ki, Allahın kitabı ilə. Deyir, əgər onda kitabda tapmasan nə ilə hökm verəsən? Deyir ki, onun Rəsulunun sünnəti ilə. Deyir, əgər onu da tapmasan nə ilə hökm verəsən? Deyir ki, öz yanımdan ictihad edəcəm, əlimdən gələyində əsirgəməyəcəm. Və həqiqətən bu anlaşılan bir hal idi. Və müəyyən bir halda elə olur ki, bu sahabə ictihad etməyə, qərar verməyə, hökm verməyə onunla üzbəyüz qalırdı və istənilən bir halda bu da qaçılmaz, labüd bir hal idi və belə bir şey yox idi ki, yəni götürsün bir əlaqə vasitəsini, məsələn, sürətli əlaqə vasitəsindən telefondan istifadə etsin ki, bu məsələnin hökmü nədir, burada belə bir şey baş verib, burada belə bir şey yox idi. İstənilən bir halda, belə bir hallarda onların ictihad etmələri qaçılmaz idi. Sonra bu mərhələnin digər xüsusiyyətlərindən birisi, təşri mərhələsinin xüsusiyyətlərindən birisi tədricilikdir. Yəni tədricən nazil olunma idi ki, bu dövrün mühüm xüsusiyyətlərindən biri də şəri hökmlərin tədricən nazil olması idi. Lakin bu tədricilik Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatı ilə tamamilə bitmişdi. Və bəzi insanlar deyirlər ki, yeni İslam'a gələn bir kimsə üçün, məsələn, deyək ki, sübh namazı ona ağır gələcək, deyək ki, namaz 4-dür. Deyək ki, bir müddətdən sonra deyərik ki, bilirsən, 2 aydan sonra gördük ki, öyrəşib, deyək ki, bilirsən, 5-ci namazda varmış. Bu, əsla və əsla heç kim bu hüququ əldə etmir. Və insanlar, məsələn, içki aludəçi olan bir kimsələri dəvət edərkən, deyək ki, ən yaxşı gəl Məkkədəki dövrü tətbiq eləyək, deyək ki, namazda olarkən, içkili halda olarkən namaza yaxınlaşmayın. Bir müddətdən sonra deyərik, qoy içsinlər, onu halal bilsinlər. Bizim əsla və əsla belə bir hüququmuz yoxdur. Çünki bu din tamamlanmışdır və buna nə isə əlavə etmək, nə isə ondan bir şey əksiltmək haqqımız, hüququmuz yoxdur. Necə ki, Allah Azze və Cəllə Quran-Kərimdə deyir ki, Əl-yevmə əkməltu ləkum dinəkum, bu gün sizin dininizi kamil etdim. Ətməmtu aleykum ni'məti, nemət olaraq İslamı sizə seçdim. Və raditu ləkumul İslamə dinə, və din olaraq da İslamı sizə seçdim.
Və biz də görürük ki, bizim heç birimizin bəşər olaraq belə bir haqqı yoxdur. Lakin insanların bu tamamlanmış şəriət üzərində tərbiyə olunmasında və ona dəvət edilməsində tədricilikdən istifadə etmək mümkündür. Dəvətdə tədriciliyə dəlil olaraq Muaz ibn Cəbəlin hədisidir və necə ki, məsələn, bir adam İslam'a gəlmək istəyir, Muaz ibn Cəbəlin hədisini deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onu Yəmənə göndərərkən deyir ki, ey Muaz, qoy ilkin olaraq La ilahe illallah Muhammed Rasulullah kəlməsinə çağır. Əgər bunu qəbul edirlərsə, namaz, oruc, zəkat və beləcə digər əhkamları çatdır. Və deməli, insanların şəriətin öyrədilməsində və onların tərbiyə edilməsində müəyyən tədricilik yolu götürülə bilər, seçilə bilər. Məsələn, bir kimsə deyək ki, bugünkü günümüzdə İslam'a gəlmək istəyir, ateistdir, İslam'a gəlmək istəyir və İslam'a gəldiyi zaman İslamın bütün əhkamlarını eyni anda tətbiq etdirmək ola bilər ki, onun dindən çıxmasına, uzaqlaşmasına səbəb ola bilər. Lakin bu o demək deyil ki, biz şəri əhkamları dəyişirik və ya onun vacibliyini də inkar edirik. Şəriət qoymaq belə bir hüququmuz, səlahiyyətimiz də yoxdur. Şəriət artıq kamil şəkildə tamamlanmışdır. Məsələn, indi sizə bir başqa misal verim. Xüsusilə bu, Avropa ölkələrində baş verir. Bir qadın İslam'a gəlmək istəyir. Kafir bir əri var. Əri də ya Yahudidir, ya Xristiyandır, ya da ateistdir. Müsəlman olmaq istəyir. Halbuki onun əri qeyri-müsəlman olduğu üçün qadın tərəddüd eləyir. Biz də bilirik ki, müsəlman bir qadının kafir bir kimsə ilə nikahda olması haramdır, caiz deyil. Lakin qadın deyir ki, mən ərimi çox sevirəm, amma ərimdən ayrıla bilmirəm. Biz qadına deyir ki, sənin İslamın səhihdir. Onu da bilmək lazımdır ki, onun kafir əli ilə qalması haramdır, böyük günahdır. Yenə də onun müsəlman olması küfr üzərində qalmasından daha xeyirlidir. Qat-qat xeyirlidir. Çünki biz buna deyə bilmərik ki, mütləq şəkildə ərindən ayrılmalısan, sonra İslam'a gəlməlisən. Bizim belə bir hüququmuz da yoxdur, bu hikmətsizlikdir. Çünki Allahdan başqa ibadətə layiq heç bir haqq məbudu olmadığını və Rasulü Muhammed sallallahu aleyhi ve sellem olduğuna şəhadət etməsi, namaz qılması onun küfr üzərində qalmasından qat-qat xeyirlidir. Buna görə də dəvətdə hikmətli davranmaq və insanları mərhələli şəkildə şəriətin əhkamlarına alışdırmaq lazımdır. Bu isə təşrinin, qanun qoymanın dəyişdirilməsi deyil. Əsla bu belə deyil. Çünki insanları mövcud şəraitə uyğun olaraq şəkildə tərbiyə etməkdir. Bu da hikmətin ta kəndisidir. Təsəvvür edin ki, zina edən bir qadın yaxınlaşıb deyir ki, mən İslam'a gəlmək istəyirəm. Biz buna deyəcəyik ki, sən bu günahları tərk eləməsən İslam'a gəlmə. Əsla bu belə deyil. Əksinə, o bütün günahlar içərisində olsa da, İslamı qəbul edərsə, Əhlüsünnə vəl Cəmaətin etiqadına görə bu onu cəhənnəmdə əbədi qalmaqdan xilas edər. Ona görə hikmətli dəvəti, orta yolu tutmaq lazımdır. Bəs bu o deməkdirmi ki, biz şəriətdə tədricilik tətbiq edib ona sənə, yəni məsələn, ey qadın, sənə 2 aylıq möhlət veririk, get özünü düzəlt, ondan sonra gələrsən. Əsla dediyimiz kimi bu məsələləri qarışdırmaq lazım deyil. O ki, əri qeyri-müsəlman olan qadına gəlincə deyirik ki, sənin İslamın səhihdir, hətta ərinin yanında qalsan belə. Beləcə, yenə sənin müsəlmanın İslamın səhihdir. Lakin kafir ərlə yaşamaq İslam şəraitində haramdır və onu tərk etməyin vacibdir. Ancaq bu günah sənin İslamına əsla təsir etməz. Onun kimi içki alidəsinə deyə bilməzsən ki, sən içki içirsən, sən İslam'a gələ bilməzsən. Əsla və əsla bu hikmətsiz bir şeydir. Qoy İslam'a gəlsin, namazına başlasın və İslam bu içkinin də haram olduğunu bilməsi lazımdır. Və sən filan günah işləyirsən deyənə, yəni qətiyyən və qətiyyən İslam'a gələ bilməzsən, əvvəlcə onu burax, sonra İslamı qəbul et. Bunu demək düzgün deyil, hikmətsizlikdəndir. Sonra təşrinin digər xüsusiyyətlərinə baxdıqda, təşridə tədriciliyin növləri 2 növdür. Birincisi, ümumi hökmlərin tədricən nazil olmasıdır. Necə ki, namazdır, orucdur, zəkatdır, la ilahe illallah Muhammed Rasulullah, tövhidə dəvət yönəmli şəri əhkamlar, bunlar hamısı tədricən gəlmişlər. Və onun üçün müəyyən ibadətin növləri
necə ki, cihadın fərz qılınması tədricən buyurulmuşdur. Lakin elə bir hökm olmuşdur ki, eyni bir hökmün özünü mərhələli şəkildə təşkil edilmiş. Dediyimiz kimi cihad da ona aiddir və onun kimi içki də ona aiddir. Bildiyimiz kimi içki 3 mərhələdə qadağan edilmişdir. Təşri mərhələsinin digər xüsusiyyətlərinə baxdıqda sahabələrin ictihad etməyə hazırlanması idi və bu dövrdə xüsusilə Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrini ictihada hazırlayırdı, onları fətva verməyə bu məktəbə hazırlayırdı və onların içərisinə baxdıqda xüsusilə 14 sahabə fətva vermişdi. Onlardan Əbu Bakır, Ömər, Osman, Ali, Abdurrahman ibn Avf, Muaz ibn Cəbəl, Ammar ibn Yasir, Hüzeyfə ibn Yəmən, Zeyd ibn Sabit, Əbu Darda, Əbu Musa el-Əş'ari, Ubey ibn Ka'b, Ubad ibn Əs-Samit, Abdullah ibn Məs'ud, Allah onların hər birindən razı olsun. Bu 14 sahabə Peyğəmbər sallallahu aleyhi ve sellem dövründə fətva verdikləri qeyd olunmuşdur. Həmçinin nübüvvət dövründə bu sahabələr arasında fiqh elmi ilə tanınan şəxslər mövcud idi. Buna ən böyük dəlil olaraq Asif hadisəsidir ki, bunu da Asif hadisəsi barəsində ayrıca bir qısa da olsa bir video çəkəcəyik. Orada ən önəmli nöqtə odur ki, orada deyir ki, Səəltu əhləl ilmi. Səəltu elm əhlindən soruşdum. Sahabələrin dövründə baş vermiş biridir. Müslimdə gələn rivayətdə isə ləfz olaraq deyir ki, Fuqahaul Ənsar, Ənsarın fəqihləri, Ənsarın fiqh alimlərindən soruşdum. Beləcə bu mövzuda sahabələr görür ki, həqiqətən sahabələr fiqh mövzusunda Peyğəmbər sallallahu aleyhi ve sellem dövründə fətva verirdilər. Bu qədər deyilənlər birinci mərhələ, yəni təşri mərhələsinə aiddir. Artıq bildik ki, təşri mərhələsi 2 hissədən ibarət idi. Məkkə dövrü, bir də Mədinə dövrü. Peyğəmbər sallallahu aleyhi ve sellemin vəfatından sonra təşri tamamilə bitdi. Lakin şəri hökmlər üzərində istinbat, ondan hökmlər çıxartmaq, fətva və fiqh fəaliyyəti sahabələrin, ət-tabinlərin dövründə yenə də davam edirdi. Sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellem vəfatından sonra Quran-ı Kərimdən və sünnədən hökmlər çıxardılar. Lazım gəldikdə qiyasdan da istifadə edirlər. Onların arasında bir qrup sahabə var ki, bütün cəmiyyətdə artıq fiqh elmində fəqih olaraq məşhurlaşdırmışdılar. Lakin bu sahabələr fiqh və fətva baxımından, digər bütün sahabələri götürdükdə fiqh və fətva baxımından heç də eyni səviyyədə deyildilər. Onlardan bəziləri çoxlu sayda fətva və fiqh görüşləri nəql olmuşdu. Digərlərindən isə az bir şəkildə fiqh fətvalar nəql olmuşdu. Burada alimlərin müzakirə etdiyi bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bütün sahabələr müctəhid və fəqih idilərmi, yoxsa onlar arasında fərq var idi? Bu suala cavab olaraq deyirik ki, əgər ictihad və fiqhdən məqsədimiz buna qadir olmaqdırsa, yəni elm əhlinin dilinə desək, yəni qüvvə etibarıyla fəqih olmaqdırsa, onda sahabələrin hamısında bu xüsusiyyət var idi. Bunlar buna malik idi. Çünki vəhin nazil olmasında hər biri buna şahidlik etmişdi. Dilləri də ərəb dili olaraq saf ərəb dilinə malik idilər. Buna görə də bəzi alimlər demişlər ki, bütün sahabələr qüvvə etibarıyla ictihad əhlidirlər, lakin hamısı bunu əməli şəkildə həyata keçirməmişdi. Amma fətva verməsi, qazilik etməsi, insanların alim kimi ona yönəlməsi baxımından müəyyən bir qrup insanlar arasında alim olaraq tanınmışdır. Və bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə inşallah görüşənədək. Əleyhissallahu bikafin abdən